Murad, həvəskar şahmatçıyam. Bugün şahmat dərsimizin 12-ci dərsidir. Onu qeyd etmək istəyirəm ki, Rus və Azərbaycan dillərində onlayn şahmat dərsləri keçirilir. Aşağıdakı nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Bu günlərim deməli Skandinav müdafiəsindən danışacağıq. Skandinav müdafiəsinin deməli qaralar tətbiq olunan bir tələdən danışacağıq. Qısa, amma çox effektivli və çox insanın düşə biləcəyi bir tələdir. Skandinav müdafiəsi necə başlayır ümumiyyətcə? Ağlar Y4, qaralar isə D5 cavabından sonra Skandinav müdafiəsi başlayır. Ən populyar və ən çox istifadə olunan tələlərdən birini göstərmək istəyirəm. Deməli biz burada oynayırıq F3. At F3 oynadıqdan sonra deməli qaralar Y4-dəki piyadanı götürür. Nəyə görə götürür? Çünki görür ki, müdafiəsi yoxdur. Piyadanı bir fiqurdan qorumuruq və həm də götürüb buradakı F3-dəki ata hücum etmiş oluruq və biz də burada Y5 xanasına atla qaçırıq, yəni mərkəzi zəbt eləyirik. Deməli burada əlbəttə ki, qaralar üçün yaxşı deyil ki, ağların atı mərkəzdə olsun. Ona görə də oynayırlar oynayırlar F6 ki, lövhənin mərkəzində ağların atı yerləşməsin. Çünki bu qaralara sərf eləmir. Biz isə burada oynayırıq vəzir H5. Bunu da deyim, F6 burada səhv gediş olur. Yəni əsas edilən bir səhvlərdən biridir. Burada deməli qaraların qorumaq üçün heç bir variantı yoxdur. Bircə piyada J6 ilə oynamaqdan başqa bir variantlar yoxdur. Burada indi iki müxtəlif variant var. Ya atla bu piyadanı vurduqdan sonra qaraların burada başqa bir variantı olmur. Bu J6-dakı atımızı vurmaq məcburiyyətində qalırlar və biz də burada topu götürürük. Topu götürürük. Deməli material üstünlüyümüz olur. Əlbəttə ki, bu da qalibiyyətə gətirir ağları. Və yaxud daha riskli bir variant var. Yəni bunu daha az mən tövsiyə edirəm oynamağa. Burada deməli qaralar oynadı. Biz isə burada oynayırıq fil C4. Bu nəyə görə risklidir? Əgər təzə şahmata başlayan bir şahmatçı ilə oynayırsınızsa, yəqin ki, bu tələni görməyib buradakı vəziri götürəcək və biz də buradan gözəl bir mat qoyacaq. Yəni adətən Lichess-də və yaxud Chess.com-da bu tələyə tez-tez rəqiblər düşür. Ona görə də elə bunu da tətbiq edə bilərsiniz. Çünki burada belə gözəl bir mat qoyursunuz. Amma yenə də əgər rəqibiniz biraz daha təcrübəlidirsə, biraz daha yaxşı oyun analiz edə bilirsə, ən yaxşısı burada J6-dakı piyadanı götürüb. Çünki burada qaraların başqa bir variantı qalmır. Burada belə götürüb. Biz də burada topu götürürük. Belə Skandinav müdafiəsi idi. Çox gözəl bir tələdir. Tələyin istifadə edə bilərsiniz. Həm güclü, həm zəif şahmatçılara, həm təzə başlamış, həm təcrübəsi olmuş şahmatçılara nümayiş etdirə bilərsiniz. Oynaya bilərsiniz onlara qarşı. Bu dərslik bu qədər. Gələn dərslərə görüşənədək.